Sakilə şəhərin hadisənin gözünüz qabağına gətirməlisin. Zərbə gəlib qaçmalar, çıxdıq, qayıtdıq yerimizə tez. Hərəkətlər tez olmalı. Bilək, bax, buradan çünki zərbə də gələ bilər. Hop, blok, görürüz, düşünmədən 1, 2, 3 blok gəlməlidir. Bloku da hərəkətdə eləmək. Yəni, atılan zərbəni biz saxlaya bilərik. Yəni, bu mümkün deyil. Yəni, sürətli gələn bir yumruğu sən belə saxlasan, bu 50-100% qaydırsan maşını elbəkə düşəcəksən. Blok verəcəm belə qaydır düşəcək. Biz hərəkətlə cavab verməliyik. Bu ağrı verməliyik ki, yəni beyin ağrını hiss eləsin. Fikirə yayılsın ki, mən içəri girə bilirim. Əksərlikdə elə mən belə duracağım, ağrı da yox, o qısa əllərdə girib kənarda. Əslində bunu vursan, üçüncü zərbəni sənə vura bilməyəcək, mümkün deyil. Çünki ağrı buradadır. Görürsünüz, baxma. Hop, belə olmadı, girəcək içəri. Gecikdiyin, tez dayanılır. Görürsünüz, boksi zərbələ gəldirir, görürsünüz, yanaşdıq. Əl hərəkətlər sürətlidir. Bizim əlimizin sürətləndirən form hərəkətlər. Görürsünüz, əlifbanı bilməzsəz, sözləri yaza biləcəksiniz. Xeyr. Bakışları da belə olur. Yəni, sənə hücum edən insan, gözləmə ki, o səndən versin. Biz də ona görə hazır olmalıyıq. İndi məşqlərdə o qədər əlimiz elə işləməlidir ki, buna öyrəşməlidir. Sabah həqiqətən şüşədə o zərbələri çıxarabilir. İndi bax, hop, keçdik. Baxın harayla buna. 1, 2, bax bu. Amma indi vurmuruq, bax, saxlayın. Çıxırıq yana. Gördünüz, məsafəyə baxın. O çörünmələ zərbə orana gedər, mən içərdəyəm. Zərbələri vura bilir. Tam yavaş var. Pakistan, keçdi içəri. Və zərbə. İşdir. Çünki zərbə gələrsə, həmən blok verib girə bilir içəri. Görürsünüz. Duruş və zərbə. Özünə qaytar. Gəldi. Boksi, hop, çıxdı. Bu bəs, baxın, bu formdakı bu hərəkət yoxdur. Bax. Eyni hərəkət yox, girdi içəri. Bu həm də mənə kömək edir ki, o bizi zərbi gəlsə, blok verə bilir.